Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə qoz şirniyyatı hazırlayacağım. Bunun üçün bizə lazım olacaq xəmirinə 2 yumurta, yarım stəkan şəkər tozu. Bunları belə biraz qarışdırıram. Mikserə ehtiyac yoxdur, belə qarışdırsaz bəs edir. Sonra isə üzərinə 100 qram xama əlavə edirəm. Əgər sizdə xama yoxdursa, qatıq əlavə etməyin. Xamanın yerinə 100 qram yağı əlavə edin. Yəni, indi mən 100 qram yağ da əlavə edirəm, yumuşaq kərə yağı. Əgər xama yoxdursa, 200 qram yağ əlavə edin. Bunları belə qarışdırıram. Üzərinə 2 stəkan un əlavə edirəm. Yarım çay qaşığı qabartma tozu. 1 paçka vanil. Bunları biraz qarışdırıb üzərinə yenə də 1 stəkan unu əlavə edirəm. Yəni toplamda 3 stəkan un gedir. Və belə xəmiri yoğururam. Yumuşaq, yağlı xəmir alınır. Baxın, belə videoda gördüyünüz kimi yumuşaqlıqda. İndi isə bu xəmirdən xırda kündələr eləyirəm. Məndə 136 ədəd kündə alındı. Ölçü ilə isə 6 qram. Bir kündə 6 qram qədər. Yəni, çox böyük eləməyin ki, tavada pişəndə qıraqlardan daşıb çıxmasın çox. İndi isə tavanı qoymuşam qızmağa və biraz duru yağla yağlayıram. Mən tək qozları bişirəcəm. Məndə tavada başqa şeylər də var, amma mən tək qozları bişirirəm. Tavanın hər iki yüzünü biraz yağlayıram və tavanı qızdırıram. Və kündələri qoyuram. Qapağını isə yavaş-yavaş sıxıram. Çox xəmiri daşırmadan. Bir üzünü biraz qızardandan sonra arada açıb baxırsınız. Qızarıbsa, deməli bir üzü artıq hazırdır. Və o birisi üzünü də qızardıram. Baxın, hələ tam olmayıb deyə mən tezdən bağlayıram. Və belə bişirdikdə çox tez bişir. Hər iki tərəfini də biraz qızardırsınız. Baxın, artıq hazırdır. Bunları yığıram bir qaba. Və mən qıraqlarına çıxan xəmirləri də təmizləmişəm. Baxın, qabda belə ovmuşam. Onu qatıram içliyin içinə. Əgər siz istəsəz, onu qatmaya da bilərsiniz. Məndə burada 1 banka və 2 xörək qaşığı qaynadılmış, qatlaşdırılmış süddür. İriska yəni. Və üzərinə yarım stəkan qoz, çəkilmiş qoz və həmən o içlikdən qalanı da əlavə edirəm. Və qozların hərəsini, yəni hər yarıya biraz videoda gördüyünüz kimi yaxıram və artıq hazırdır. Çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, şərh yazmağı unutmayın. Çox sağ olun.